göz oxşayan, xırçıltılı və dadlı. Söhbət sublimasiya olunmuş meyvələr və dondurmalardan gedir. Sosial şəbəkələrdə çox reklam edilən və çox satılan bu qida məhsulları müasir emal texnologiyalarından, o cümlədən liofilizasiya üsulundan istifadə edilməklə istehsal olunur. Satıcılar deyirlər ki, bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi prinsipi əsasında həyata keçirilir. Belə olan halda məhsulun fiziki forması və qida dəyəri qorunub saxlanılmaqla maye miqdarı minimuma indirilir. Sublimasiya olunmuş meyvələr əsasən Kitay, İran, bir də Dubaydan gəlir. Bir ildən çoxdur ki, gətiririk bu məhsulu, rəsmi idxalçıyıq. Amma bu son 6-7 ayda demək olar ki, alıcılıq daha yüksəkdir. Sublimasiya olunmuş qida məhsullarının qiyməti isə heç də ucuz deyil. Meyvə də 40 manatdır, dondurulmalar da 40 manatdır. Elə bil 10 kilo məhsuldan, qurudan da 1 kilo cəm məhsul qalır. Ona görə bu belə bahadır. Qida mütəxəssisləri bazara yeni daxil olan bu qidalar barədə müsbət fikirdədirlər. Onlar sublimasiya olunmuş meyvələrin sağlamlıq üçün təhlükə yaratmadığını deyirlər. Bu meyvələr demək olar ki, vitamin dəyərini 90%-ə qədər saxlayır. Eləcə də uzun müddət 25 ilə qədər xarab olmadan qala bilir. Hər bir insan öz ovucu qədər qəbul etməsi bu həmin meyvənin, sublimasiya olmuş meyvənin 20-30 qramını təşkil edir. Bu da mövsümi meyvənin, orta ölçülü meyvələrin 2 porsiyasına bərabərdir. Quru olduğu üçün uşaqlarda boğulma riski ola bilər. Ona görə uşaqlara vermədən əvvəl 5 dəqiqə suda isladıb daha sonra verilsə daha yaxşı olar. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, bu qida məhsulları minimum keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikləri, xam malın təhlükəsizliyi təmin olunduğu, istehsal və emal prosesində gigiyenik normalara riayət edildiyi hallarda insan sağlamlığı üçün hər hansı bir təhlükə yaratmır. Həmçinin qeyd olundu ki, nəzarət tədbirləri çərçivəsində bu məhsulların idxalı, istehsalı və dövriyyəsi zamanı mövcud qanunvericiliyin tələblərinə uyğunluq təmin edilir. Normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə yol verilmir və aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. Şəbnəm Qurbansoy, Vüsal Hüseynov, Xəzər xəbər.